Hacı, mövzu inşallah Quranda Əhl-i Beyt mövzusudur. Bəli. Bugün yeni ay olacaq, yoxsa dünənki ay? Dünənki ayın davamını, hələ orada nə qədər mövzular qalıb, onları mən bitirməliyəm ki, yeni ayıya başlayaq. İnşallah ümid edirəm, siz də yorulmamısınız. Yəni, o zaten sübh namazına da az qalır. Bəli. Bu mövzuda danışım. Yaxşı olar, ümid edirəm, xeyirli, bərəkətli olar. Tövbə surəsi 105-ci ayədəydim mən. Ki, mövzumuz Quran Əhl-i Beytdədir. Əhl-i Beyt Quran-ı Kərimdədir. Belə bir mövzu seçmişik. Yəni, Quran-ı Kərimlə adətən istədik Əhl-i Beyti tanıtdıraq. Və Tövbə 105-ci ayə belədir. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və qul i'malu fəseyyərallah əmələkum və rasuluhu vəl-mu'minun. فَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ. Yaxşı. Deyir ki, siz nə əməl edirsinizsə, onu da bilin ki, sizin əməllərinizi müşahidə edən var. Biri Allahdır, iki Peyğəmbərdir, üç möminlərdir. Bəllidir ki, məxsus möminlərdən söhbət gedir. Yəni, sizin əməllərinizi görənlər var. Allah görür, Peyğəmbər görür və xüsusi möminlər var ki, onlar da izləyir və görür. Bu ayə. Və səturəddun ilə alimil qeybi və şəhadə. Unutmayın ki, qiyamət günü Allahın huzuruna gələcəksiniz. Fəyunəbbiukum bimə kuntum tə'məlun. Nə etmişsizsə, onu sizə Rəbbimiz hər birimizə göstərəcək. Yaxşı. Deməli, əməlləri müşahidə edən var. Yalnız Allah deyil bu Quran-ı Kərim ayəsinə əsasən. Həm Allahdır, həm Peyğəmbərdir, həm xüsusi möminlərdir. Ayədə keçən mövzu dünən söhbətimizdə belə qərara gəldik, bir nəticə aldıq ki, bu mövzu qiyamətə aid deyil, elə dünyaya aiddir. Yəni, dünyada ikən bizim əməllərimizi müşahidə edənlər var. Allah, Peyğəmbər və bir qrup möminlər kimdirsə, elə biz dünyada ikən bizim əməllərimizi müşahidə edir. Bu da, məsələ, burada çətin bir şey yoxdur. Allah izin versə olar. Allah kimə istəsə o lütf edə bilər. Allah bu qədər qüdrətlidir və bunu da lütf edə bilər. Yaxşı. Dedik ki, o dünyaya da nədir? Ayətdir. Yəni, dünyada ikən bizim əməllərimizi müşahidə edirlər. Onun dəlillərini danışdım. Yadınızdadırsa əgər. Yaxşı. Və belə nəticə aldıq ki, möminlərin söhbəti, möminlərin görməsindən söhbət açılıbsa, bunlar xüsusi möminlərdir. Çünki biz görmürük ki onu. Xeyr. Tutaq ki, deməli, o kimdirsə xüsusi möminlərdir. Çünki imanın dərəcələri var Quran-ı Kərimdə. Ya eyyuhəl-ləzinə amenu, aminu. Möminlər, mömin olun. Deməli, imanın dərəcəsi var da. Onun Quran-ı Kərimdə bir çıxarış eləmək olar. O mövzunu bir vaxt danışaram yenə də. İmanın neçə dərəcəsi var Quranda. Allah Teala Quranda imanın dərəcələrinə söhbət açıb. Birinci dərəcə, ikinci dərəcə. Bu zirvədir görünən budur. Xüsusi möminlərdir ki, onlar kiçik də məsələ deyil, müşahidə edirlər. İzləyirlər, görürlər bizi. Başqa bir aləmdir bu aləm. Yaxşı. Və onlar kimdirsə məxsusdur, bütün möminlərə aid deyil və digər ayədə də onların bir sifətini də Allah xatırlatdı. O görən möminlər kimdir? Yəşhəduhul müqarrabun. O möminlər müqarrəblərdir. Müqarrəb qurb sözündən götürülüb. Qurbətən ilə Allah demirik. Müqarrəb ona deyirlər ki, Allaha yaxın olanlar. Yəni, mənən və ruhən Allaha yaxınlaşanlara deyirlər müqarrəblər. Bu iki dənə ayağın yan-bayan qoyanda görünən budur ki, o möminlərdən məqsəd müqarrəblərdir. Müqarrəblər bizim əməllərimizi görür. Vaqiə surəsində Allah böldü. Üç qrupa insanları, sağ əlinə verilənlər dəftərlər, sol əlinə verilənlər. Bir dənə də qrup var ki, onlarla pik həddədirlər. وَالسَّابِقُونَ السَّابِقُونَ اُولَٰئِكَ الْمُقَرَّبُونَ. Onlar Allaha çox yaxındırlar. Deməli, iki dənə ayəni yan-bayan qoyanda möminlərdən görürdən məqsəd müqərrəblərdir. Allaha çox yaxın olanlardır. Onlar görürlər. Və onların müqərrəbin də bir xüsusiyyəti bu idi ki, onlar sibqət eləyənlər. Quran axı nə deyir? وَالسَّابِقُونَ السَّابِقُونَ. O müqərrəbin bir xüsusiyyəti budur ki, sibqət eləyir. Yarışır, önə keçib, öndədir.
Və hədis gətirdik 2 dənə əhl-i sünnə mənbəsindən ki, buyurur ki, o hədisdə, o mənbədədir ki, Əli əleyhissalam o sibqət eləyənlərdəndir və əfzəlidir, ən üstünüdür. Deməli, müqərrəbdən məqsəd biri, nəticə nə aldıq? Əli əleyhissalamdır. Bu, bura qədər. Amma biraz da əlavə eləyə bilərəm. Baxın, o möminlər kimsə müqərrəbdir. Müqərrəb kimdir? Allaha yaxın onlar. Allaha yaxınlaşmağın bəs yolu nədir? Allaha yaxınlaşmaq mənən paklılıqdır. İnsan ruhən napak olsa, Allaha yaxınlaşa bilməz ki. İnsan özün təmizliyə, saflaşdıra, Allaha yaxınlaşır. Deməli, kimdirsə, onlar paklardır. O paklar kimdir? Allah Teala buyurur, liyusib ənkum ric əhləl beyt və yutəhhirakum tətira Əhzab 33. Əhzab 33 deyir ki, paklar əhl-i beytdir. Deməli, paklıqları varsa Allaha yaxındırlar. Allaha yaxın olduqlarına görə də əməlləri müşahidə edə bilirlər. Bu ayələri yığanda bir yerə bu möminlərdən ən azı bu nəticəni aldıq ki, əhl-i beyt müşahidə edir. Əhl-i beyt bizim əməlləri yiyir. Müşahidə üzrə əhl-i beyt yalnız bizim əməlləri yox, Quranın batinini belə müşahidə edir. İnnehu lequr'anun kerim fi kitabin meknun la yemassuhu illal mutahharun. Quranın batinini görənlər var. Onlar kimdir? O müşahidə edənlər kimdir? La yemassuhu illal mutahharun. Paklardır. O görünən o paklar kimdirsə müqərrəblərdir. Onlar xüsusi möminlərdir. Həm Quranı müşahidə edirlər batinin, həm bizim əməllərimizi müşahidə edirlər. Bunlar ayə. Qurandan kənar çıxmamışıq ki, mövzu əhl-i beyt Quran deyil. Quran deyir ki, bizim əməllərimiz müşahidə edənlərdən biri kimdir? Bəli, əhl-i beytdir. Yaxşı. Bu müşahidə mövzusu, müşahidə edirlər mövzusu təkcə Quranın mövzusu deyil. Hədislərdə də var. Hədislərdə də keçib bu mövzu. Məsələn, birinci hədis deyim sizə, bu Şiə mənbəsindədir. İnnə ə'maləl ibad tu'rad alə Rasulillah kullə səbahin əbrarəha və fuccarəha fəhsəru. Əməlləriniz hər gün sübh Peyğəmbərə yetişir, müğayət olun. İstər yaxşılarınız olsun, istər pisləriniz olsun. Bu bir hədis. Bir dənə hədis deyimsə, Əhl-i Sünnə mənbəsinə. Əbu Bəkir Əl-Bəzzar, Musnədul Bəzzar kitabında, cild 5, səhifə 308, Əhl-i Sünnə mənbəsində. Peyğəmbər buyurur, vəfati, mənim vəfatım, ölümüm, xeyrun ləkum. Vəfatımda da sizə xeyir var. Yaxşı, nə mənada? Tu'rad aleyyə əmaləkum, siz əməlləriniz gəlir, mənə çatır ha. Elə min əməlləriniz gəlib yetişmir. Fəmə rəəytu min xeyrin həmiddullah aleyhi. Xeyir görəndə Allah həmd edirəm. Və mə rəəytu min şərrin istəğfərtullah ləkum. Pis görəndə Allahdan bağışlamaq istəyirəm. Bu, Əhl-i Sünnə mənbəsinin. Görünən budur, bizim əməllərimiz ona yetişir. Görünən budur, Peyğəmbər bizi görür. Görünən budur, Peyğəmbər bizi eşidir. Ona görə təvəssül edəməyin də müşkülü yoxdur. Bəli, hədisi qoysaq Əhl-i Sünnə mənbəsindən. İndi mövzumuz o deyil də. Peyğəmbər bizi görür və eşidir və əməllərimiz ona da yetişir və eyni zamanda dua edir, həmd edir və istiğfar edir biz üçün. Bu, Əhl-i Sünnə mənbəsindən. İstədim bir hədis də olsun ki, bir dənə də hədis deyim sizə. Bu İmam Sadiqdəndir. Səəltu Əba Abdillah. Bir nəfər mən gəldim İmam Sadiqdən soruşdum. O möminlər kimdir ayədə? İmam buyurdu, qul qaləhum əl-əyimmə. Onlar imamlardır. Yaxşı. Həm Qurandan çıxarış elədik əhl-i beyti, həm də bu hədisi də qoyduq yanaşı. Nəticə aldıq ki, bunlar kimlərdir? Bunlar imamlardır. Hətta Əhl-i Sünnə mənbəsindən bir dənə çıxarış edir ki, o əleyhissalamdır. Hətta Quranın içindən çıxarış edir ki, əhl-i beytdir. Xalas. Bir şəxs İmam Rıza'ya dedi, bir dənə maraqlı hədis yazmışam, onu deyim keçək. Bir şəxs İmam Rıza'ya dedi ki, Ud'ullah li və li əhl-i beyt. Mənə də dua elə, ailəmi də dua elə, nə olar? İmamla görüşüb deyib, mənə də dua elə, ailəmi də dua elə. İmam burada əvələstu əfəl, elə bir sənə mirəm. Deyir, qayıtdı ki, vəllah, and olsun Allaha, innə əmaləkum lətu'rad aleyyə fi kulli yevmin və leylə. Hər gecə, gündüz əməllərimiz mənə yetişir, and olsun Allaha. Qayıtdı, təəccüb elədi, necə əməllərimiz sən görürsən bizim? Buyurdu, əmə təqra'u kitabəllah əzzə və cəllə. İmam buyurdu ki, Quran-ı Kərim oxumamısan? Nə edirsən sən? Tövbə 105 oxudu ki, oradakı möminlərdən məqsəd biz idi. Xülasə, bizim əməllərimizi müşahidə edirlər və görürlər. Nəticələr nə oldu? Ayədən aldığımıza görə. Bu görmə prosesi
dünyada baş verir. Onlar dünyada ikən bizi görürlər. Ayədən keçən möminlər bütün möminlərə şamil deyil. Xüsusi möminlərə aiddir. Ayə və hədislərə nəzər saldıqda bəlli oldu ki, onlar əhl-i beytdir və imamlardır. Bir qədər. Bu ayədən ikinci sual çıxardırıq. Onlar əməlin zahirini görür, yoxsa batinini görür? Deyir, Allah görür, Peyğəmbər görür, möminlər görür. Onlar əməlin zahirini görür, yoxsa batinini görür. Nə mənada batin? Baxın, əməlin, 2 nəfər əməl edir, şəkli eynidir. Batində o qədər fərq var ki. Biri riyakarcasına eləyir, biri ixlasına eləyir. Biri emosional eləyir, biri Allahın rızayəti üçün eləyir. Biri içinin kinini aradan qaldırmaq istəyir, bir addım atır. Biri içində kin deyilən bir şey yoxdur, safdır, təmizdir, pakdır içi. Pak Allah üçün eləyir. Batini var da əməlin. Əhl-i beyt, bu Quran deyir, Allah görür, əməllərinizi görür, Peyğəmbər əməllərinizi, möminlər xüsusi, onlar görür. Onlar əməlin zahirini sırf görür, yoxsa batinini görür. Sırf zahirdirsə, sən də görürsən, mən də görürəm, başqası da görür. Bu o qədər də fəzilət deyil. Bu birisi mənada, dünyaya aiddir. Yox, əməlin batinini görməkdir bu üstün cəhət. Qurandan çıxarış eləmək olar ki, elə ayədən, o Nisa surəsindən, onlar elə o ayədən də başa düşür ki, söhbət batindən gedir. Söhbət əməlin mahiyyətindən gedir. Əməlin həqiqətini görürlər. Oradan çıxardırıq onu. Ayənin ikinci tərəfinə baxın. Ey əməlu, fəsəyyərəllah, əmələkum və rasuluhu vəl-mu'minun. Ayə belə iddə, hə? Sizin əməllərinizi kim görür? Allah, Peyğəmbər və möminlər. Sonra davamı nədir? Səturaddunə ilə alimil qeybi və şəhədə fəyunəbbiukum bimə kuntum tə'amalun. Sonra gələcək suza qiyaməti var. Bu dünya, ayənin birisi dünyadır. Dünyamız bu, görürlər. Amma unutmayın ki, gələcək qiyaməti Allah etdiklərinizi sizə göstərəcək ya. Yaxşı. Burada nə nəticə alırıq? Ayənin ikinci hissəsində buyurulur ki, Allah qiyamət günü nə etdikləriniz varsa sizə bildirəcək. Allah bildirəcək. Yəni, siz əməlləri edən zaman nə görmüşdüzsə, nə niyyətlə etmişdüzsə, necə etmişdüzsə, hamısından Allah xəbərdardır və sizə də xəbərdar eləyəcək. Çünki ayənin əvvəli deyir ki, mən görmüşəm, indi sizi xəbərdar eləyəcəm. Xəbərdar eləyəcək, yəni necə görüb, o cür xəbərdar eləyəcək. Hansı niyyətlə eləmişsiniz, məqsədiniz nə olub? Hamısını deyəcək Rəbbimiz qiyamət günü bizə. Orada heç kəs gizlədə bilməyəcək özünü. Həqiqət nə də ortaya çıxır. Və Allah da göstərir həqiqətləri. Çünki bunların hamısı Allah görüb bu dünyada. Çünki görüb hamısını. Orada deyir ki, sən bunu bu niyyətlə eləmişsən. Bu məqsədlə eləmişsən. Əməlin zahirinə baxanda bunlar hamısı görünmür axı. Əməlin zahirinə baxanda bilinmir ki. 2 nəfər də eyni əməl edir zahirdə. Bu bilinmir. Yəni, əməlin yaxşı ya pis olması zahirində görünmür. Zahirinə çox baxma. Deməli, söhbət əməlin batinindən gəlir. Ayədən başa düşülür. Və Allah bu cür görməyi də, batinini görməyi, təkcə özünə nisbət verib, deyib, mən də görürəm, Peyğəmbər də görür, məsumlar da görür. Ona bir nəfər gəldi, dedi ki, mən sənə çox istəyirəm, imama dedi. Baxdı ona, dedi, baxıram, görürəm, sən mənə istəyənlərdən deyilsən. Yəni, sən qəlbivi görürəm mən. Biri gəlmiş imamla bir görüşdü, o evin o tərəfində olanda, imam divarın o üzündən onun bir günahını ona xatırlatdı. Dedi, sən hardan bilirsən? Dedi, sən elə bilsən, bizim gözümüzün qabağında divar var. Biz görürük. Biri gətirdi, Əmir-ül Möminindən isə halva gətirmişdi. Dedi, hədiyyə gətirmişəm. Nəhcül Bəlağada dedi, bu hədiyyə də rüşvətdir. Mən batinini görürüm. Bunlar hamısı ayədən çıxır. Ayəyə qayıdır hədis. Çünki Allah deyir, bunlar görür. Hədislər də qoyursan yanaşır, bəlli olur mövzu. Əslində, Quran deyib, hədislə da açılır mövzular. Bir də əməlin batinlərini görmək biraz dərindir ya. Əməlin həqiqəti var. İnsan görə bilə bilsə o həqiqəti, özü bir dənə məqamdır.
Allah Quranda buyurur: "Lav ta'lamuna ilmal yaqin latarabunnal cehim summa latarabunnaha aynal yaqin." Yaqininiz olsaydı elə indi ikəni cəhənnəmi görərdiniz. Görünən bu cəhənnəm indi mövcuddur. Görən göz lazımdır. Görən göz lazımdır. İnsan günah eləyən cəhənnəm içindədir. İnsan ibadət eləyən cənnətin içindədir. Ayə deyir ki, "Lav ta'lamuna ilmal yaqin", yaqininiz olsa cəhənnəmi indi görərsiniz. İndi ikən. Yoxsa orada görməyəcək, orada hamı görəcək də. Niyə xüsusiləşdirir ki, xüsusi insanlar var ki, onlar yəqin əhlidir, onlar görürlər cəhənnəmi, orada onsuz görəcək hamı. Cəhənnəmə gedən də cəhənnəmi görəcək orada. Cənnətə gedənlər də cəhənnəmi göstərəcəklər, baxacaq deyir, şükür Allaha. Şükür Allaha ki, bura düşmədim. Sonra deyəcək ki, nə yaxşı ki, sən vardın, sənin qorxundan mən gedirəm indi cənnətə. Günah eləmədim, indi tutmuşam cənnətə. Əgər bu cəhənnəmi görmək oradadırsa, orada elə hamı görəcək. Bunu Allah niyə xüsusiləşdirdi ki, mənim bəzi bəndələrim var, yəqin əhlidirlər. Onlar elə indikən dünyada cəhənnəmi görürlər. Cəhənnəmi görmək nə deməkdir? Günahın batinini görməkdir də. Odu görməkdir də. Həqiqəti görməkdir də. Deməli, yəqin əhli olsun, elə indi də neyə bilərsən? Cəhənnəmi görə bilərsən. Deməli, yəqin əhli olan cəhənnəmi görə bilirsə, bir dənə başqa ayə deyirəm sizə. وَجَعَلْنَاهُمْ وَجَعَلْنَ مِنْهُمْ أَئِمَّةً Mən imamlar qərar vermişəm. Quranda ayədir. Yəhdunə bi əmrinə, onlar hidayət edir bir. Ləmma səbaru, ikinci xüsusiyyətləri səbirdir, ayədir. Və kənu bi əyətinə yuqinun, onlar yəqin əhlidirlər. İmamın üçüncü xüsusiyyəti nədir? Ayə əsasən, yəqin əhlidirlər. Əgər imam bu ayədə yəqin əhli kimi tanıtdırılıbsa, o biri ayədə yəqin əhli cəhənnəmi görə bilirsə, cəhənnəm də elə əməlin batinidirsə, pis əməlin, günahın batinidirsə, deməli, imam bu dünyada ikən cəhənnəmi görə bilirsə bu ayələri qoyanda, elə o əl-müminundakı dardan da məqsəd də bir qrupu da imamlardır da. Bunlar ayədir də. Hə, təkcə imamlara aid deyil, insan ola bilər ki, bir həddə yetişsin ki, ona da müəyyən qədər pərdələr çəksin, onu da görsün. Bir nəfər vardı, Peyğəmbər sahabəsi idi. Peyğəmbər gördü, onu dedi, keyfə əsbəhd. Süpür necə açmısan? Qayıtdı, əsbəhdu muqinən, yəqin alında. Dedi, yəqin və nişanəsi nədir? Dedi, Peyğəmbər, sanki cəhənnəmi görürəm, sanki cənnəti görürəm. Bəziləri var ki, sənin yanında dolar cəhənnəmdə görürəm. Bəziləri var sənin yanında cənnətdə görürəm. Ya Resulallah, deyim onları, dedi, dayan, sakit ol. Hər gördüyü danışma. Musa Allah lütf edeyim. Ondan sonra dedi, Peyğəmbər dedi, məndən nə istə? Dedi, dua ilə şəhid olub Peyğəmbər dedi. Sonu da şəhadətlə yetişdi adam, dünyasını dəyişdi. Bir qrup insanlar, onlar da o məqama yetişə bilərlər. Kamil insan, bu yol açıqdır bizə. Amma bu möminlər də zirvədir də. Deməli, Quranla neçə dənə stat gətirdik. Möminlərdən məqsəd kimdir? Əhl-i beyt imamlardır. Birinci ayə. Yutəhhirəkum təthira. Pakdılar. Pak olduqlarına görə Allaha yaxındılar. Başqa ayədə bu yəşhəduhul müqarrabun. O möminlər kimdirsə Allaha yaxındılar. Allaha yaxın olduqlarında onları görə bilirlər. Deməli, bu ayələri yanaşı qoyanda kim oldu? Əhl-i beyt oldu. Amma buranı qoyanda və cealna minhum əimmətən yəhduna ayəsini qoyanda mən imamlar qərar vermişəm. Onların 3 dənə xüsusiyyəti var, bu ayədə deyir. Biri yəqin əhlidir. Yəqin əhli olduğuna görə cəhənnəmi də görürlər. Cəhənnəm də günahın elə batinidir. Əgər o batini görürlərsə, o birisi ayədir ki, İ'məlu fəsəyyərəllah əmələkum və rasuluhu vəl-mu'minun. O möminlər görürlər, bunlardır da. Bir qismi bunlardır. Ən azı bunlardır. Quranla bəlli oldu ki, bizim əməllərimizi müşahidə edirlər. Görə bilirlər. Bu məsələnin bir tərəfidir. Bir dənə də hədislə bitirim. Bir nəfər İmam Sadiq əleyhissalam bir nəfər deyir, "Ma lakum tasuuna Rasulallah." Niyə belə edirsiniz ax peyğəmbəri narahat edirsiniz? Fəla təsu Rasulallah. Fəla təsu Rasulallah. Peyğəmbəri günah edib narahat edəməyin. Və surruhu, onu sevindirin. Hə, indi burada bir dənə sual çıxa bilər. Niyə görə əməllərimizi görür olar? Adam biləndə ki, onun əməlini müşahidə edən peyğəmbər var, insan var. Onda biraz da həya hissi nə olur? Təbii ki, bəli. Bugünkü mövzumuz da bu qədər.
Amma orada bir dənə sözdə qalır, xırdasını da deyim keçim. Buyurun deyin. Ayədə ki deyir, Səyərallah əmələkum, sə kəlməsi var. Sizin əməllərinizi görür. Sənin bir mənası gələcək zamanı bildirir. Məsələn, ərəb dilində səyəf'alu, yəni edəcək. Yəf'alu edir, səyəf'alu edəcək. Sənin bir mənası gələcək zamanı bildirir. Amma sənin bir mənası həqiqətən mənasını bildirir. İnnellezine amenu ve amilus salihat seyec'al lahumur-rahmanu vudda. Əgər sizin içərinizdə salih əməllərin yiyəsi olan insanlar olsa, imanları olsa, mən onlar üçün seyec'al lahumur-rahmanu vudda. İnsanların qəlbində onların məhəbbətin qərar verəcəm. Qərar verərəm, nəinki verəcəm? Hələ indi həqiqətən verərəm. Siz salih əməlin yiyəsi olun, imanlı olun, indi də sizi sevdirim insanlara. Bu ayə demir ki, qiyamətə sevəcəklər. Həqiqətən sevdirərəm sizi. Bu işi 100% eləyərəm. Orada elə bir sanki Allah bilib təkidləndirir mövzunu. Necə orada sə həqiqətən mənasındadır, burada da səyərallah həqiqətən biduna şəkk edəmiyor. Çünki bəziləri deyirlər də qiyamətdə görəcəklər falan. Orada da onunla da istədim ki, lap nöqtədə qoyulsun ki, sinin qrammatik oxuyublarsa bilirlər əlbəttə oxuyanlar da sin hərfinin bir neçə mənası ki var. Biri həqiqətən, biri gələcəkdə bu aydan görünən bu da həqiqət mənasındadır. Bəli, möhtəşəm. Və dünən də qeyd etmişdiniz, Hacı, əgər qiyamətə aiddirsə, onu qiyamətdə hər kəs görəcək də. Bəli də, Həsən. Bəli. Qiyamətdə, oradan içində izah verdim. Qiyamətdə görmək deyil, niyə dedim görməyi qiyamətə aiddir? Çünki ayənin əvvəlində Allah gəlir axı, Allah görür. Məgər Allah yalnız qiyamətdə görür, indi görmür. Gözəl, bax. Görürsə, onun da yanında axı, deyir, mən görürəm, sonra necə deyir, özüm görürəm, Peyğəmbər də görür, möminlər də görür. Gətirdi, qoydu yanaşı, düzdür, Allah müstəqil, onlar Allahın izni ilə görür, yəni Allahın gördüyü kimi görür. Deməli, Allah gördüyü kimi görürlərsə, Allah bu günü də görürsə, sabahı da görürsə, elə indi də onlar görür. Ona görə bu ayəni lazımdır biz aparaq qiyamətə. Dünən 4 dənə dəlil demişəm. Allah sizi qorusun, Hacı. Çox sağ ol. Allah elminizə bərəkət versin, möhtəşəm idi bu gündə. Çox sağ ol. Mən dedim,